Salam hər kəsə, mən Fərid. Bu gün sizlərlə yeni dərslərin ikinci bölümündə qarşınızdayım. İkinci bölümdə nə bəhs edəcəyik? Ethernet LAN şəbəkələrin fundamentləri haqqında danışacağıq. Burada gördüyünüz kimi əsas mövzular burada qeyd olunubdur. Şəbəkənin fundamentləri, bu şəbəkə komponentlərin rolu və funksiyası, Layer 2 və Layer 3 switchlər, bu network topologiya arxitekturasının xüsusiyyətləri haqqında danışacağıq. SOHH-dan danışacağıq. İkinci sinifdə biraz bəhs eləmişdik. Həmçinin kabel tipləri, bunlara fiber kabellər daxildir, onun haqqında danışacağıq. İndi isə yavaş-yavaş mövzuya keçid edək. Burada gördüyünüz kimi ekranda Local Area Network və Wide Area Network təsvir olunmuşdur. Bunlar müasir dövrdəki ən çox istifadə olunan şəbəkə növləridir. LAN şəbəkələri əsasən yaxın ərazidə olan cihazların əlaqəsi nəticəsində yaranır. Buna otaqdaşı, eyni binadaşı və ya kampüsdəki olan cihazların bir-biri ilə kabel əlaqəsi nəzərdə tutulur. WAN isə bu Local Area Networklərin birləşməsi nəticəsində yaranır və bunun vasitəsilə LAN-lar arasında əlaqə yaradır. Və bu iki şəbəkənin də və yaxud digər bütün şəbəkə növlərinin də hamısının ortaq bir məqsədi var, o da ki, datanı müəyyən bir yerdən başqa bir yerə transfer eləməkdir, yəni əlaqəni yaratmaqdır. LAN şəbəkələrində bu son zamanlarda müxtəlif növləri yaranmışdı, ancaq əsas olaraq iki növü geniş istifadə olunmaya başlamışdı. Bunlar hansıdır? Normal Ethernet LAN şəbəkələr və WLAN şəbəkələr. Deməli, Ethernet LAN şəbəkələr burada gördüyümüz kimi bütün cihazlar yalnızca kabellə əlaqə ilə bir-biri ilə əlaqələndirilibdir. Bu Ethernet LAN şəbəkələr həmçinin də Wired LAN şəbəkə, kabelli LAN şəbəkə deyilir. WLAN isə bunun açılışını yazaq. Yəni nə deməkdir bu? Kabelsiz lokal ərazi şəbəkəsi. Burada gördüyünüz kimi burada iki ədəd tablet var və bunlar kabelsiz olaraq radio siqnallar vasitəsilə access point-də əlaqə yaradır və bu access point-də onlara internetə çıxışını təmin edir. Bu siz gördüyünüz kimi switch-ə qoşulur, switch-ə routerə qoşulur və belə-belə məlumatlar ünvanlandığı yerə gedib çatırlar. İndi isə LAN şəbəkələrinə keçid edək. Biz indi Ethernet LAN şəbəkələri haqqında danışacağıq. Bu Ethernet LAN şəbəkələri hal-hazırda dünyada ən çox istifadə olunan kabelli LAN şəbəkəsidir. Hansı ki özündə fiziki və data link mərhələlərinin protokol və qaydalarını cəmləşdirir. Bu standartlar IEEE tərəfindən, yəni Institute of Electrical and Electronics Engineers, burada yazmışdım, qeydləmişdim. Tərcüməsi nədir? Elektrik və Elektronika Mühəndisləri Universiteti. Bütün bizim istifadə etdiyimiz qaydalar, protokollar hamısı burada təkmilləşdirilir, yaradılır və bizim istifadəmiz üçün buraxılır. Bunlar deməli nələri müəyyən edirlər? Məsələn, kabelləri, kabelin sonundakı konnektorları, protokol qaydaları və lazım olan digər hər bir şeylər bu IEEE tərəfindən müəyyənləşdirilir və bunun nəticəsində bizim şəbəkəmiz yaradılmış olur. Və indi isə müasir SOHH-lara keçək. SOHH-ın mənasını keçən bölümdə demişdim. Small Office, Home Office. Burada birinci şəkildə başlayaq. Burada gördüyümüz kimi müasir SOHH-ların çoxu Ethernet kabel vasitəsilə bir-birlə əlaqə saxlayır və bu Ethernet kabellər də gəlib switch-ə qoşulur. Yəni bizim bu şəbəkəmizin əsas deyək cihazı switchdir. Switch olmasa bunlar bir-birlə əlaqə yaratması çox çətindir. Ya havadan istifadə edəcək, hava haqqında videonun davamında danışacağam. Bu switch nə edir? Özündə bir neçə fiziki bağlantını cəmləşdirir və bu bağlantı vasitəsilə bu 3 kompüter və bir printer bir-birləri arasında data transferini edə bilir. Gördüyümüz kimi burada Ethernet şəbəkəsi yalnızca Ethernet kabelindən istifadə edir və bu Ethernet kabelində il keçdikcə müasirləşməsi nəticəsində bu Ethernet kabeli müəyyən versiyalar gəlib çatır. Məsələn, Cat 5, Cat 6 və ya daha yuxarı kabel növləri mövcuddur. Və həmçinin müasir SOHH şəbəkələrində yalnızca kabelli bağlantı tələb olaraq burada bayaqların baxdığımız kimi kabelsiz əlaqə də mövcud ola bilər. Bu kabelsiz əlaqə dediyimiz kimi bayaqlarım wireless LAN texnologiyasından istifadə edirlər. Bir SOHH LAN şəbəkəsinin tərkibində həm wired, həm də ki bu gördüyümüz wireless əlaqə növü mövcud ola bilər. Bu da IEEE tərəfindən müəyyən olunub və yaxud dediyimiz institut tərəfindən. Wireless əlaqənin işləməsi üçün IEEE-nin ilk olaraq yaratdığı standart 802.11 standartı olmuşdur. Bu standart vasitəsilə bizim cihazlarımız kabelsiz əlaqəyə girə bilir. İndi isə bu access point haqqında biraz geniş danışaq. Bu gördüyümüz cihazların hər biri access point-dir. Məsələn, burada TP-Link var və Tendalan2 var. Bunların əsas vəzifəsi nədir? Cihazları kabelsiz olaraq internetə çıxışını təmin etməsidir. Yəni cihazlarımız buna kabelsiz olaraq qoşulduqdan sonra
Bu da internetə çıxış təmin etmək üçün özlərinin switchinə birbaşa qoşulurlar. İstəyirsiniz bunu Cisco paket resistləri göstərim. İndi bir ədəd router əlavə edək. Bu bizim internetə çıxış təmin edən cihazımız olsun, routerimiz olsun. Bir ədəd şirkət switchi və bir ədəd də nə olsun? Home router, bu access point-ə gedir. Deməli, bunları əlaqələndirməyə başlayaq. Routerlə switch, switchlə də access point. Və bunların yanına da bir ədəd qoşulmaq üçün smartphone əlavə edək. Smartphone əlavə elədik, biraz zaman qabağa alaq. Bu avtomatik olaraq bu routerə qoşuldu, daha çox access point-ə qoşuldu. Buna səbəb nədir? Bizim cihazımızın artıq wireless əlaqə üçün default adlardan istifadə etdiyi default adlar, default parollar. Yəni belə desək, zavodskoy adlardan istifadə edirdi. Bu adlar bütün həm access point-lərdə gəliləndə eyni olur, həm də ki cihazlar gələndə eyni olur. Burada gördüyümüz kimi birinci seçili var 5.2, 2.4.2, adı gördüyümüz kimi eynidir, default. Və indiki müasir evlərimizdə bu 3 cihazın artıq mixlənmiş, qarışdırılmış, yəni birləşdirilmiş bir versiyasından istifadə edirik. Bu da ki, məsələn, bu köhnə bir modem növüdür. Bunun yeniləri artıq mövcuddur. Ancaq demək olar, hər birimizin evində bundan olubdur, bu modem növündən. Bu gördüyümüz TP-Link modemidir. Bu modem bu 3 routerin, switchin, access point-in vəzifələrini özündə birləşdirirdi. Birinci başlıq access point-də. Access point-in gördüyümüz kimi radio dalgaları qəbul etməsi üçün buynuzları olurdu. Bunda da eyni qaydada var. Həmçinin switch funksiyası. Switchin funksiyası nə idi? Ona qoşulan kabelli portları bir-birinə əlaqələndirmək, həmçinin onların internet çıxışını təmin etmək. Bildiyimiz kimi də bunların arxasında 4 dənə, bunu az da olur, çox da olar, modellər asılıdır. 4 ədəd Ethernet RJ45 portu olurdu. Bunun vasitəsilə biz kompüterləri bura birbaşa qoşa bilirdik. Bunun internetə çıxış əldə olunması üçün bizə bir ədəd kabel gətirirdilər. Bu kabeli modemin arxasına taxdıqdan sonra biz internetə çıxış əldə edirdik. O da routerin vəzifəsini özündə cəmləşdiribdir. Yəni, müasir satıcılar artıq Huawei-dir, məsələn, TP-Link-dir və Cisco-dur. Öz router, switch və access point-lərini birləşdirib müasir evlər üçün modem halına gətirib salmışdılar. İndi isə başlayaq müasir giriş səviyyəli LAN şəbəkələrindən. Burada gördüyümüz kimi bizim şəbəkəmiz var. Bu LAN şəbəkəsi SOHO şəbəkələrinin çox oxşar funksiyaları var, ancaq ölçü baxımından SOHO-dan daha böyükdür. Bu bizim LAN şəbəkəsinin tərkibində, məsələn, bu şəkildə bizim 3 dənə SOHO var və bunların birləşməsi nəticəsində bizim lokal area network'ımız yer almışdı. Bu gördüyünüz kimi wired və wireless, həm kabel əlaqə, həm də kabelsiz əlaqə mövcuddur bu şəbəkələrdə. İndi baxaq hər mərtəbəyə necədir. Deməli, bir ədəd switch var, ona kompüter PC qoşulubdur. Buna da həmçinin access point qoşulubdur və access point vasitəsilə digər cihazlar kabelsiz olaraq internetə çıxış əldə edə bilir. Bu hər üçündə eyni qaydada olduqdan sonra bizim switchlərimiz mərkəzi bir switchə əlaqələndirilir. Bunu soruşmaq olar, məsələn, bu niyə birbaşa routerə əlaqələndirilmiş? Bu switchlər də öz aralarında əlaqə yaratmaq üçün bu switchə birbaşa gedəcəklər, yəni çölə çıxış etməyəcəklər. Məlumatlar şirkət daxilində olacaq. Yəni bu da mərkəzi switchin üstünlüyüdür. Xaricə çıxış eləmək istəyirlərsə, bu artıq routerdən istifadə edib çıxış edəcəklər. İndi isə danışaq biz Ethernet fiziki təbəqəsi müxtəliflərindən. Bayaqdan bütün mövzularda biz Ethernet sözündən istifadə etmişik. Məsələn, Ethernet switchi, access point, bu Ethernet kabel vasitəsilə, router var. Məsələn, bunların hamısı Ethernetdən istifadə edir. Bu Ethernet termini digər bütün standartlar arasında istinad edir. Yəni, bəzi standartlar datanı necə göndərəcəyini, hansı sürətlə gedəcəyini müəyyən edir. Digər standartlar protokol və qaydaları müəyyən edir. Və bunun nəticəsində bizim Ethernet cihazlarımız Ethernet LAN şəbəkəsinə qoşulmaları üçün uyğunluq yaradır. Bütün bu standartlar toplusu bayaq dediyimiz kimi IEEE institutu tərəfindən 802.3 topluda müəyyən olunur. Bu topluda məsələn hər bir şey haqqında danışılıbdır. Hansı kabel növü və yaxud digər bütün məlumatlar haqqında qeyd olunub burada. Və Ethernet kabeli çox keçmiş zamandan bizim həyatımızda olan bir kabel növüdür və bunun bu qədər müddət bizim həyatımızda olması nəticəsində onun artıq bir neçə variasiyaları, inkişaf etdirilmiş növləri yaradılmışdır. Ethernetin tərkibində çoxlu protokollar var. Bunlar optikdən kabelə kimi hamısını əhatə edir. Sürətləri 10 megabitdən 400 gigabitə kimi çıxa bilir. Yəni o qədər yüksək sürətlərə, məsələn biz evimizdə hal-hazırda maksimum 1 gigabit sürət ala bilirik.
Bu standartlar həm kabelin tipini, həm də ki, onların uzunluğunu müəyyən edir. Biz indi isə ondan başqa əvvəlcə nədən danışaq? Bu mis kabellərdən danışaq. Mis kabellərin ilkin olaraq yaradılmış versiyası UTP kabellərdir. Yəni bunun açılışı Unshielded Twisted Pairs, yəni qorunmasız burulmuş cütlər. Bundan sonra bu kabeldə olan məlumatların qorunması, yəni kənardan olan elektrik təsirinə məruz qalmaması üçün bir qoruma təbəqəsi də artıq əlavə olundu və bu Shielded Twisted Pairs adlanmağa başladı. Deməli, ilk olaraq baxaq nə var bizdə. Bu kabelin daxilində 4 ədəd cüt var və 4 fərqli rəng var. Hər bir rəngin qoşaltısı özü ilə birləşir. Məsələn, burada yaşıldsa ağ-yaşıl ona birləşibdir. Mavi, ağ-mavi, narıncı, ağ-narıncı, qəhvəyi, ağ-qəhvəyi. Bunun haqqında birazdan video çəkmişdim. Onu da yerləşdirəcəm videonun ortasına. Və o mis kabellərdən başqa bizim dövrümüzdə artıq başqa bir kabel mövcuddur. Fiber optik kabel modeli. Digər mis kabellərə nisbətən bahalı bir seçimdir. Ancaq məlumatlarımız bunun daxilində işıq siqnalları vasitəsilə ötürülür və işığın da getdiyi məsafə çox olduğunu bildiyimizdən bu işıq bizə çox uzaq məsafələrə məlumat ötürməyi təmin edir. Bu necə olur? Məsələn, mislərdə 100 metrə kimi idi limit, ötürmə limiti. Ancaq bu fiber optik kabellərdə isə bu işıq siqnalları vasitəsilə 1 kilometrə kimi gedib çıxa bilir bizim məlumatlarımız. Bir şəbəkənin qurmasından əvvəl biz nəyə diqqət etiririk? Bir şəbəkə mühəndisi olaraq şəbəkəni quran zaman bir neçə seçimimiz olur. Bu seçimlər arasında qalırıq və düzgün seçim etməliyik. Bizə uyğun olan seçim etməliyik. Məsələn, hansı seçimlər ola bilər? Bizim switchimiz hansı switch olsun? Bu switchin arasında olan portlar, hansı portlar dəstəklənsin? Məsələn, Ethernet var, Fiber var. Bunlar dəstəklənsin, hansılar lazımdır bizə? Onun funksiyaları, protokolu, hansı protokollardan işlədiyi. Bunların hamısına baxaraq, məsələn, biz həmçinin routerimizi, access pointimizi belə seçə bilirik. Bu gördüyümüz IEEE 802.3 standartında da bu institut müxtəlif adlandırmaya gedibdir. Məsələn, 2 hissəli adlandırma modelindən istifadə edir. Rəsmi adlar əvvəlcə 802.3 ilə başlayır və daha sonra onun arxasında müxtəlif hərflər əlavə olunur. Məsələn, burada gördüyümüz kimi baxaq 802.3, U, Z, AB və AN. Bunların hamısı müxtəlifdir. Formal adlandırılma. İnformal adlandırmada isə bizim başa düşə biləcəyimiz şəkildə adlandırılıbdır. Burada necədir? 10 base T, yəni 10 megabit sürət, 100 base T, 100 megabit, 1000 base LX, artıq LX bizim fiber optik kabelimiz göstərir və 5000, yəni 5 kilometr kimi ötürmə məsafəsi var. 1000 base T artıq mis kabelli 1 gigabit sürətdə ötürə bilir və 100 metrə kimi ötürmək qabiliyyəti var və 10 gigabit base T, burada gördüyümüz kimi 10 gigabit sürət saniyədə ötürə bilir və mis kabel 100 metrə kimi limitlənibdir. İndi isə bizim cihazlarımızın Ethernet standartından istifadə edən zaman data link mərhələsində necə davrandığına baxaq. Biz əvvəlcə dediyimiz kimi özündə çoxlu sayda fiziki təbəqə standartlarını cəmləşdirir. Tək bir LAN texnologiyası kimi davranır, yəni tək bir lokal şəbəkə kimi davranır. Çünki o bütün növ bağlantılar üzərində eyni data link standartlarından istifadə edir. Yəni onun üçün bağlantıların fərqi yoxdur. Hər birində eyni data link standartlarından istifadə edir bu məlumatları göndərmək üçün. Bu standartlar Ethernet header və trailer terminlərini izah edir. Məlumatın hansı kabel ilə göndərilməsinə baxmayaraq, o bu trailerlər və headerlardan hamısından istifadə olunur. Onlar haqqında da birazdan danışacağım. Məsələn, burada header, trailer, bunların hər birində məlumat qeyd olunubdur. Birazdan danışacağım dediyim kimi. Fiziki təbəqə standartlarının əsas olaraq bitlərin kabeldə göndərilməsinə fokuslanır. Yəni onların əsas vəzifəsi nədir? Bu bitlər necə göndərilsin bizim kabelimizin daxilindəki ən uyğun şəkildə bizə olsun. Bu data link protokolu isə Ethernet frame'ların göndərilməsinə fokuslanır. Necə göndərilsin, hansı yollarla. Burada kiçik bir topologiyamız var. 3 switch və 3 kompüterdən ibarət. Və hər bir kabel növü burada fərqləndirilir. Məsələn, UTP kabeldir. Burada 10 megabit sürət verir. Burada fiberdir. Artıq 1 gigabit sürət verir. Burada gördüyümüz fiber yenə 10 gigabit sürət bizə dəstəkləyir 1 kilometr məsafəni. Bu məsafənin yalnızca fiberlə getmək olar. Mislər maksimum 100 metrə kimidir. İndi baxaq, biz PC1-dən PC3-ə məlumat göndərmək istəyirik. Deməli, nə edirik? PC1 öz paketlərini göndərməyə başlayır. Göndərildi bura switch 1-ə. Switch 1-ə göndərən zaman burada mənbə və hədəf MAC adreslər qeyd olunubdur. Bu switch
bizim ünvanımıza baxır, hədəf ünvanımıza və onun tərkibində olmadığını görüb. Yəni burada olsaydı bu birbaşa buna yönləndirəcəkdi 3-cü kompüterə. Ancaq yoxdursa digər default olaraq ayarlanmış digər switchə gedir. Switch də bu məlumatları da qəbul etdikdən sonra baxır və onun tərkibində həmin MAC adresinə aid cihaz olmadığını görüb yenidən davam edir o yolla. Burada artıq switch üçümüz bizim MAC adresimizə uyğun gələn cihazın öz şəbəkəsində olduğunu görüb məlumatı qəbul edir və birbaşa kompüterə yönləndirir. Kompüter də bunu yenidən özü oxuyur və de-encapsulation edərək paketi açmağa başlayır dataya kimi. Və bu bizim sadə bir Ethernet LAN şəbəkəmiz oldu. LAN şəbəkəmizdə nələr oldu? Bir neçə istifadəçi cihazı, switchlər və həmçinin müxtəlif kabel növləri mövcuddur bu bizim şəbəkəmizdə. İndi isə keçək bizim Ethernet LAN şəbəkələrinin UTP kabel vasitəsilə qurulması. UTP kabel bildiyimiz bizim burada MIS kabeldir. Fast Ethernet hal-hazırda istifadə olunur. Həmçinin Gigabit Ethernet dəstəkləyir bu kabel növləri. Bildiyimiz RJ45 başlıqlarından istifadə edən bütün kabel növləri bu UTP və yaxud STP kabel növlərindəndir. UTP-nin açılışı nə idi? UTP. Bunun açılışına baxaq. Unshielded Twisted Pairs, yəni mühafizəsiz burulmuş cütlüklər. Bizim məlumatlarımızın kabel daxilində bir cihazdan, məsələn, switch ilə PC arasında məlumatın ötürülməsi üçün bu iki cihazda qoşulu vəziyyətdə olmalıdır və məlumat qəbul etmək, ötürmək üçün hazır vəziyyətdə olmalıdır. Məsələn, bizim switchimiz sönülü vəziyyətdə olsa, kompüter birimiz, PC 1 nə qədər məlumat göndərsin, bu switch birdən heç bir response, yanıt almayacaq. Bizim bu hissəmizdə əsas olaraq 3 standartdan açacaq. 10 base'dir, 100 base'dir və 1000 base'dir. Bu hamısı bizim UTP kabel növünə aiddir. Ancaq bunların hamısının ortaq bir cəhəti var ki, hər üçü MIS kabeldir, MIS və hər üçünün ötürmə məsafəsi 100 metrdir. İndi isə əvvəlcədən çəkdiyim bir videonu buraya yerləşdirim. Bu UTP, daha doğrusu STP kabellərin necə olduğuna, tərkibinin necə olduğuna baxaq. Deməli, indi sizlərə bu Ethernet kabelini göstərəcəm, içindəki cütləri və həmçinin bu RJ45 başlığına hansı sırayla necə qoyulduğunu göstərəcəm. Başlayaq birinci kabeli soymaqla. Biz dərsdə UDP kabeli keçmişdik, ancaq bu STP kabeldir. Bunların fərqi nədir? STP kabelinin daxilində bir qat olur. İndi onu sizə göstərəcəm. Hansı ki, xaricdən gələn elektrik təsirlərini, belə deyim, onlardan qoruyur. Nəyi qoruyur? Bu kabellərin içində axan elektrik siqnallarını, yəni bitləri pozulmaqdan qoruyur. İndi bunu qısa bir kəsik açmaqla başlayaq soymağa. Deməli, kəsiyimiz hazırdır burada. Belə açdıq və bu kabelin içində də bir ədəd ip olur belə. Bu ip vasitəsilə biz tutub dartaraq aça bilərik. İndi biraz balacadır, bu üçün tutmaq yaxşı olmayacaq, asan olmayacaq. Belə açdıq. İndi iplə göstərim, iplə necə olur. İpi, məsələn, bir kəlbək ilə ya nə ilənsə. Yox, yenə olmur. Neysə, bunun kəlbəti ilə ya yaxud hansısa bir şeylə belə tutub dartdıqda gördüyünüz kimi artıq yavaş-yavaş kəsilərək açılmağa başlayır. Rahat üsuldur. İndi mən də alətlər özümlə götürməmişəm. Ona görə belə sadə üsulla, qayçı ilə, əllə göstərəcəm sizlərə. Bu bizim cüt halında olan kabellərimizdə 4 cüt və onların arasında gördüyünüz kimi bir ədəd ayrıcı var. Bunun vasitəsilə kabellər həm bir-birlə təmasda olmur, cütlər şəklində qalır. Həm də ki, az da olsa elektrik təsirlərindən qoruyur bir-birlərini. Deməli, daha sonra bunun əlavə hissələrindən təmizləyək. Məsələn, ortadakı plasmas və digərləri. Bu bizim cütlərində olan kabellərimizdir. Bu kabelləri ayıraq belə. Deməli, kabellərimizi ayırdıq. Bu kabellərin hardadır? Buradakı RJ45 başında olan portlarına müəyyən sıralara düzülür. Bu
Bunda iki ədəd standartlardan istifadə olunur. T568A və T568B standartları. Bu standartdan daha çox T568B daha çox istifadə olunur. İndi o standartlarda rəngin sırasını sizə deyərək birlikdə sıralamaya başlayaq. İlk olaraq deməli, birinci ağ narıncı gəlir. Bu bizim, belə yaxınlaşdırın, fokuslasın. Bir saniyə. Gördüyünüz kimi ağ narıncı rəngdə olan kabelimizdir. Birinci bu. Daha sonra tam narıncı gəldi. Daha sonra ağ yaşıl. Mən də yandan baxa-baxa tam əzbər bilmirəm bunu. Deməli, ağ yaşıl gəldi. İlk üçü hazır, gördüyünüz kimi. Sonra ne gəlir? Tam mavi. Bu dördüncüsü. Daha sonra ağ mavi gəlir. Yəni tam olmayan, belə göstərim. Bu bizim 5-ci kabelimiz 5-ci sırada. Daha sonra gəlir tam yaşıl. Belə tam yaşıldan sonra bir saniye, al yaşıl, tam mavi. Aha. Al yaşıldan sonra bu ikisi kaldı. Ağ qəhvəyi və tam qəhvəyi. Bunları sıraya yerləşdirək. Və bu bizim T568B standartı oldu. Standart ilə düzülmüş kabel sırası oldu. Bir dənə yenidən nəzər yetirim. Qasmayıblar ki, ağ narıncı, tam narıncı, tam yaşıl, mavi, tam yaşıl, mavi, ağ mavi, tam yaşıl, düz. Bu artıq düzdür. İndi bunları uzunluqlar fərqlidir. Bunları normalda aparatla eləyirlər. Bunun çox xüsusi bir aparat var. Mən qayçı ilə mümkün olduğu qədər tək bir sıradan kəsməyə çalışacağım. Belə. İndi isə bunu porta daxil etmək qaldı. Burada gördüyümüz yerlər var. Həmin yerlərə bunu belə salmaqla özləri avtomatik olaraq öz yerinə keçəcəklər. Və bu hissədən gördüyümüz kimi kabellər artıq yerlərinə oturubdur. Biraz sıxmaq lazımdır. Məsələn, 1-2 kabel çatmayıbdır. Belə 404-də hal-hazırda portdadır. Bizim belə bir qaydamız var idi. Orada daha doğrusu protokollarımız 3 ədəd var idi. 10 BST, 100 BST və 1000 BST. Biz əgər 10 və yaxud 100 megabit sürətinə çatmaq istəyirsə, bunların yalnız 2 cütü bizə bəs edirdi. Ancaq 1 gigabit sürətə çatmaq üçün bu 4 portun 4'ü də hamısı öz yerində olmalıdır. Məsələn, gördüyümüz kimi burada hamısı öz yerindədir. Daha sonra indi mən onu biraz çətin eləməyim, onu yalnız aparatla eləmək asan olur. Burada gördüyümüz pinlərin hamısını belə içəri basmaqla kabellər yerinə oturtururlar və nəticədə RJ45 başlığı olan bizim Ethernet kabeli hazır olmuş olur. Və videomuzda biz STP kabeli haqqında qısa bir məlumat əldə elədik. İndi isə başlayaq bu Twisted pairlərdə, yəni burulmuş cütlərdən datanın ötürülməsi. Bu UTP kabeli vasitəsilə məlumatın göndərilməsi zamanı elektrik siqnalları kabelin daxilində gedir və bu elektrik siqnalları, bu bitləri bizə digər hədəfimizə ötürür. Bu mövzunu daha aydın başa düşmək üçün iki hissəyə bölək. Kabellərdə elektrik dövrələri necə yaradılır və bu bitlər necə 0 və 1 olaraq başa düşülür kompüterlərdə. Elektrik dövrəsinin yaradılması haqqında başlayaq. Ethernet onu izah edir ki, bir bulunmuş tel içində 2 telin necə istifadə olunacağı müəyyən olunsun. Məsələn, bizim burada gördüyümüz bu bir cütün tərkibində olan 2 teldir.
Bu tellərin biri göndərilmə üçün istifadə olunur və biri də qəbul edilmək üçün və artıq burada bir dövrədir və bu dövrənin yaranması nəticəsində bu cütümüz artıq məlumat transferinə başlayıbdır. Və digər bir mövzuya keçək. Bu bitlər necə 0 və 1 olaraq başa düşülür? Bu bitlərin 0 və 1 olaraq başa düşülməsi üçün elektrik siqnalları müəyyən zaman ərzində dəyişir və yaxud artıb azalır. Burada da məsələn 10 base standartında bizim yüksək belə deyək, voltajlı elektriyimiz 0, aşağı voltajlı elektriyimiz isə 1 olaraq başa düşülür. Bizim burada başqa olaraq belə bir şeydən istifadə edirik. Encoding şema deyə bir şey var. Bu nə üçün istifadə olunur? Bizim məsələn bu kompüter və switchimiz və yaxud kompüter və kompüterimiz danışan zaman onların bir-birini başa düşməsi üçün eyni bir dildən istifadə etməsi lazımdır. Və burada necə olur? Hər iki kompüterimiz UTP kabelindən istifadə edir, yəni elektrik siqnalları vasitəsilə əlaqə qurur bir-biri arasında. Bu da məsələn insanların danışması kimidir. Məsələn, iki Azərbaycanlı bir-biriyle danışarkən bir-birini başa düşür və yaxud bir Azərbaycanlı bir xaricində danışanda ortada dil problemi yaranır. Bu da encoding şema vasitəsilə bu bizim dil problemimiz aradan qaldırılır. Burada şəklə baxaq və yaxud videoda göstərdiyim kimi burada paralel olaraq göstərdik kabelləri, ancaq bu kabellər paralel deyil. Videoda gördüyümüz kimi artıq onlar burulmuş şəkildə olur kabelin daxilində. Belə çarpaz şəkildə buruldular bir-birlərinə. Bu tellərin belə burulması bəzi problemlərin qarşısını alır. Hər hansı bir kabelin üzərində elektrik cərəyanı keçdikdə yaxınlıqdakı tellərdəki elektrik siqnalına mane olan elektromaqnet müdaxilə yaradır. Bu da ki EMI adlanır. Qlobal olaraq adı həmçinin imtahanlarda istifadə olunan adı EMI-dir. Bu nə deməkdir? Deməli, bizim kabelimizdən olan elektrik siqnallarının yəni bitlərin göndərilməsi üçün lazım olan elektrik siqnallarının korlanmasıdır. Korlayan termindir deyək. Tel cütlənin burulması isə bu EMI-in qarşısını çox böyük ölçüdə alır və bunun nəticəsində neytrallaşır bizim pozuntu. Buna görə də bir çox şəbəkələrdə artıq burulmuş bağlantılardan istifadə olunur. Və indi isə keçək artıq UTP kabelinin və yaxud STP kabelinin komponentlərindən danışaq. Şəbəkə orada necə, Ethernet link necə qurulur? Burada deməli bizə əsas lazım olan kabeldir. Bu kabel vasitəsilə bizim elektrik siqnalları və yaxud işıq siqnalları bir-birinə ötürüləcək və bunların başında videoda göstərdiyim kimi yenə RJ45 başlıqları olur. Bunlar da RJ45 başlıqlarda müəyyən portlar var. Məsələn RJ45 portu bu porta qoşulur. Bir çox kompüterimizdə gördüyümüz həmin o internet kabeli vasitəsilə qoşulan portlar RJ45 portudur. İndi isə keçək UTP kabellərə nəzər yetirək. Bu kabellərin içində bir neçə ədəd mis kabel olur, məftul olur və bunlar da bir-biri ilə burulmuş şəkildə gəlirlər. Öz rəngləri ilə, məsələn, ağ-yaşıl, yaşılla, ağ-mavi, mavi ilə və belə 4 cütümüz olur, 8 ədəd kabel. Bu kabelləri məsələn 10 və 100 megabitlik sürətlər istifadə etmək üçün bizə 2 cüt bəs edir, yəni 4 kabel bizim üçün kifayətdir. Ancaq 1 gigabit, yəni 1000 megabit təxminən belə deyək, sürəti əldə etmək üçün bu 4 cütün 4-ündən də istifadə etmək lazımdır. Və bu yanında gördüyümüz kimi də bizim bu kabellərimiz RJ45 başlığından istifadə edir. Burada şır başlıq. Buna həmçinin konnektor deyirlər. Bunun tərkibində də deməli hansına yaxşı görsənir burada. Gördüyünüz kimi 1, 2, 3, 4, 5, 6, 7, 8 ədəd pin olur. Bu kabellər videoda göstərmişəm. Bura daxil olur və pinlər sıxılaraq bu kabelin içindəki misə deyək ki təmas olunur və bu pinlərdə artıq elektrik cərəyanı axmağa başlayır. Burada gördüyümüz kimi bizim kabellərimizin pinlərin daxilində necə düzüldüyünü görmək olur buradan. Daha çox T568B standartından bizim regionda istifadə olunur. Bu kabellər artıq hazırlananda, məsələn, başlarına RJ45 başlığı taxıldı və bu RJ45-in başlığında bizim kompüterə keçməsi üçün portlar lazımdır. Bu portlar daha çox bizim gördüyümüz kimi kompüterin arxasında və yaxud yan hissəsində olur. Buna network interface kartla birlikdə gəlir bizim cihazımıza və bizim switchlərimizin də üzərində bir neçə ədəd deyim belə RJ45 port olur, hansı ki bunun vasitəsilə biz bir neçə cihazımızı, məsələn burada 24 port var, 24 cihazımızı bura əlaqəyə qoşa bilirik. Bu populyarlaşmış RJ45 portlarından başqa bizim digər bir portlarımız da var. Məsələn buna hiberizənetli kabel portları üçün nəzərdə tutulmuş modullar var. Həmçinin serial kabel üçün nəzərdə tutulmuş portlar var. Yəni bunların hamısına biz o switch'i alarkən nəzərə yetirməliyik ki, bizə hansı daha uyğundur.
və həmçinin müasir olaraq satılan switchlərin tərkibində, daha doğrusu arxa tərəfində istifadəçi rahatlığı üçün dəyişdirilə bilən modullardan istifadə olunur. İndi bu köhnə model bir switchdir. Sizə göstərim bir təzəsini. Məsələn, buradan girək. Switchlər. Məsələn, belə bir switch çək qoyaq bura. Gördüyünüz kimi bu switchin arxasında heç bir modul yoxdur. Bu modulları biz məsələn şirkətdən alanda modulları ilə birlikdə alırıq. Burada nələr var? Ethernet, yəni Cisco Ethernet portu. Bu 10 gigabit sürət dəstəkləyir. Bu Fast Ethernet 100 gigabit sürət dəstəkləyir. Burada gördüyümüz 100 base TX standartından istifadə edir. Burada gördüyümüz bircə saniyə Ethernet portu gigabit dəstəkləyir. Fiber Fast Ethernet. Burada gördüyümüz bizim bu standartımızdır, bu portumuzdur. Bu port vasitəsilə biz 10-100 megabit arası sürəti ala bilirik. Və ən sonunda da burada gördüyümüz kimi 1 gigabit sürət dəstəkləyən bizim fiber optik portumuzdur. Burada da boş yerlərin üzünü bağlamaq üçün belə qapaqçıqlardan istifadə edirlər. Məsələn, bizdə nə olsun indi? Bir ədəd fiber optik əlaqə üçün bir portumuz olsun və bir ədəd də burada gigabit Ethernet üçün bir portumuz olsun. Bunun fərqliliklərini görürsünüz. Belə də yaxınlaşdırın biraz. Gördüyünüz kimi biri Ethernet portdur, biri isə fiber portdur. Bu fiber optik kabeldə necə olur? Yəni 2 ədəd hissə olur. Biri ilə məlumat ötürülür, biri ilə qəbul olunur. Bunu danışacağım videonun növbəti hissələrində fiber optik kabel haqqında geniş danışacağam. Bu dəyişdirilə bilən port avadanlıqları da transceiverlar adlandırılır. Bunların dəyişdirilməsi üçün çox vaxt switchin sönülü olması lazımdır. Sönülü oluruq, dəyişdiririk və sonradan yenidən qoşa bilirik. Deməli, bu dəyişdirə bilən portların birinci növü var. Onlar haqqında danışmağa başlayaq. Bizim burada bir ədəd switchimiz təsvir olunubdur. Switchin arasında 12 ədəd Ethernet portumuz var və 2 ədəd fiber optik dəstəkləyən portumuz mövcuddur. Yəni, bura istədiyimiz modulu daxil edə bilərik. Bunların adları SFP+, məsələn, digərləri də var. Onlar haqqında danışmağa başlayayım. İlk olaraq Gigabit Ethernet Interface Converter danışım. GBIC. Bu Gigabit Ethernet üçün nəzərdə tutulan və dəyişdirilə bilən bir faktordur. SFP-dən, burada SFP+-dur, SFP-dən biraz böyükdür ölçüsünə nisbətən. Daha sonra danışaq SFP, sadə SFP-dən Small Form Factor Pluggable. Bu da dəyişdirilə bilən bir portumuzdur, bizim transceiverımızdır. Bu port bizim GBIC-in yerini alan və Gigabit Ethernet interfeysindən istifadə edən moduldur. Daha kiçik ölçü səbəbilə Network Interface Card və həmçinin switchlərin üzərində daha az yer tutduğuna bundan istifadə olunurdu. Və daha sonra onun plus modeli gəldi. Small Form Factor Pluggable Plus. Burada plus nə ifadə edirdi? Bizim internet sürətimizin 1 gigabitdən 10 gigabitə qədər dəstəklənildiyini, yəni burada 1 gigabit isə burada 10 gigabitə qədər bizim sürətimiz arta bilirdi. Və bunun vasitəsilə də biz artıq bu növ transceiverlardan istifadə edirik SFP+-dan. Həm ölçü nisbətən daha kiçikdir, GBIS-ə nisbətən, həm də sürət nisbətən SFP-dən daha çoxdur. Bizim başqa nəyimiz var? Məsələn, 10 və demişdik, 10 və 100 megabit sürətləri almaq üçün bizə 2 cüt bəsdir, yəni 4 ədəd kabel. Burada gördüyümüz kimi bu 10 və 100 megabit dəstəkləyən Ethernet əlaqəsində portların yerləşdirilməsidir. Deməli, necə olubdur? Birinci cütümüz hər biri 1 və 2-ci portlardan istifadə edilir. Burada məsələn məlumat ötürülür, buradan da qəbul olunur. Yəni burada bir elektrik dövləsi artıq yaranılmışdır. Burada isə digəri bir cütümüzdür, hansı portlara yerləşdirilibdir? 3 və 6-cı portlara, pinlərə daha doğrusu, pinlərə kabellərimiz yerləşdirilibdir. Bunlar da RJ45 başlıqlarıdır. Və burada da 3-cü pindən gedir, 6-cı pindən qayıdır. Bu tərsinə də ola bilər. Məsələn, buradakı cihaz üçün tərsinədir. Buradakı switch üçün. Və belə, bu şəklimiz belə. Ancaq burada belə bir problem var ki, məsələn, belə deyək ki, hər ikisi eyni zamanda göndərmədən istifadə edə bilər bu pini. Bu səbəblə də bizim problemimiz yarana bilər. Bu necə düzülüşü idi? Straight düzülüşdür, bizdə pin düzülüşü. Buna görə biz çox vaxt cross
cable düzülüşündən istifadə edirik. Onun haqqında da danışacağım bu saatlarda. Bunun necə problem yarattığından onun haqqında danışım. Məsələn, bunun hər ikisi bir və ikinci pin üzərindən məlumat göndərirsə, bir-birləri ilə məlumatı necə qururlar, onun necə qurulmalıdır danışım. Bunun üçün straight yox, cross. Məsələn, bizimki straightdir. Cross pin düzülümündən istifadə etmək lazımdır. Bir və ikinci pin digərinin 3 və 6-cı pininə geçsin. Məsələn, burada birinci 3-ə geçsin, ikinci 6-ya geçsin. Burada da birinci 3-ə geçsin, ikinci 6-ya geçsin. Belə bizim qarışıqlığımız olmayacaq. Bu sadə şəkildə qeyd olunubdur həmin metod. Və buna görə də bizim həmçinin crossdan ədəb olaraq bir ədəd standartımız istifadə olunur. Bu hansıdır? Auto MDI və MDIX. Bunun vasitəsilə straight və cross fərq eləmir. Bunlar vasitəsilə həmin pinlər tənzimlənir. Bunun haqqında danışacağıq. Demək, burada gördüyümüz bizim cross düzülüşdür. Birinci pin gedir bizim 3-cü pinimizə. İkinci pin gedir 6-ya. Bunlar 3 və 6 qəbul etmək üçün istifadə olunan pinlərdir. 1 və 2 göndərmək üçün istifadə olunan pinlərdir. Və belə düzlükdür. İndi isə burada bir cədvəlimiz olmalı idi. O cədvəldə bizim pin düzülüşləri qeyd olunubdur. Və burada cədvəldə gördüyümüz kimi birinci hissədə PC-lər, routerlər və wireless abonentlər 1 və 2-ci pin üzərindən məlumat ötürür. İkinci hissədə isə hub və switchlər 3 və 6-cı pin üzərindən məlumatlar ötürür. Bundan nə başa düşə bilərəm? Məsələn, PC-lər və hublar bir-birləri arasında məlumat ötürərkən toqquşma olmayacaq və yəni straight şəkildə düzələ bilər bizim pinlərimiz. Ancaq PC və router bir-birinə qoşulduqda hər ikisi 1 və 2-ci pin üzərindən məlumat ötürdüyü üçün bunlar artıq cross düzülüşdə olmalıdır bizim pin düzülüşümüz. Auto MDI və MDIX haqqında danışaq. Bu səhv pin düzülüşü seçildikdə, məsələn, cross və yaxud straight modellərin seçilməsində səhvliklər olduqda bu işə düşür. 1998-ci illərdə bu gigabit Ethernet təqdim olunmuşdu. O vaxtdan bəri biz gigabit sürətlə işləməyə başlamışıq və AI yeni bir funksiya əlavə etmişik ki, hansı ki bu pin düzülüşünün yanlış seçilməsi səbəbilə şəbəkəyə heç bir təsir məruz qalmır. O bu standart vasitəsilə Auto MDI və MDIX vasitəsilə özü pinləri tənzimləyir, yəni hansı ilə göndərmək lazımdır, hansından qəbul etmək lazımdır. Buradakı bizim əvvəlki cədvələ baxaq. Məsələn, səhv kabel seçim edildikdə, deyək məsələn, PC ilə router arasında əlaqə qurmaq istəyirik. Biz cross qurmalıyıq, amma ki, məsələn, straightdən istifadə etmişik. Hər ikisi 1 və 2-ci pindən göndərmək istəyir məlumatı. Buna görə indi nə olacaq? Bizim Auto MDI-in açılışında yazım. Bu standart, bu qayda vasitəsilə bizim avtomatik olaraq mühitdən asılı olaraq bizim interfeysimiz dəyişəcək. Yəni göndərilmə pinimiz dəyişəcək. Daha sonra keçək bizim UTP kabellərdə 1000BST, yəni 1 gigabit sürət üçün istifadə olunan pin düzülüşünə burada baxaq. Necə olur? Məsələn, bizim 4 ədəd sütümüz var burada və hər biri portlara uyğun olaraq qoşulubdur. Birinci sütümüz qoşulub 1-2-ciyə, ikincisi 3 və 6-ya, üçüncüsü 4-5-ə və dördüncüsü 7-8-ə qoşulubdur. Burada da həmçinin bizim şəbəkəmizdən asılı olaraq straight və yaxud cross, gördüyünüz kimi burada straight istifadə olunubdur və yaxud cross növdən istifadə olunur. Və bu qədər bizim Ethernet mis kabeldən danışacağımız. İndi isə biz keçəcəyik fiber optik kabel haqqında danışmağa. Əvvəlcədən dediyimiz kimi fiber optik kabellə mis kabelin fərqi nə oldu? Bu məlumatın həm sürət limitinin olmaması, sürət limiti demək olar 10 qat, bəlkə də daha çoxdur. Yəni əsas fərq nə idi? Burada 100 metrə qədər limitli idi bu bizim mis kabel. Bu kabel növü isə 5000 metrə, yəni 5 kilometrə qədər məsafə ötürməsini bizə təmin edirdi, bizim üçün təmin edirdi. Fiber ixtira olunmazdan əvvəl repeaterlardan istifadə edirdilər bu mis əlaqəni gücləndirmək üçün. Məsələn, bizim bu repeaterlarımız nə üçün istifadə olunurdu? Uzaq məsafəyə məlumat ötürməsi üçün. Məsələn, 0-cı metrdə bizim cihazımızdır. Burada qeyd edeyim, belə olsun. Bizim cihazımız burada da 0-cı metrdədir.
Bu bizim kompüterimiz məlumat ötürmək istəyir. Burada xətt çəkək. Burası 0-cı metrdir. Artıq 100-cü metr çıxanda bizim siqnalımız zəifləyəcək. Əvvəlki cədvəldə gördüyümüz kimi buradaydı. 100 metr kimi ötürmə təmin edir. Və bu 100-cü metrdə o şəklin göstərdiyim repeaterlardan istifadə olunacaq. Bunun vasitəsilə zəifləmiş siqnal gücləndiriləcək və bizim məlumatımız sürətləndirilmiş şəkildə istifadə olunmaya başlayacaq. Bu hər 100 metrdə və yaxud daha qısa məsafələrdə məlumat daha aydın olsun deyə istifadə olunur. Məsələn, deyək 80 metrdən bir repeaterdən istifadə olunurdu. Biz keçək indi fiber optik kabel, həm də ki Ethernet kabelinə nisbətən daha bahalı idi. Ancaq uzaq məsafələrə məlumatın ötürülməsində bu repeaterlara istifadə olunan xərclənən xərci, pulu biz onun əvəzində repeatersız, məsələn, deyək ki 100 metrdən hesablayaq, 5 kilometr üçün olacaq bizdə 50 ədəd repeater ya da 48 ədəd repeaterimiz olacaq. Bu 48 repeater'a verəcəyimiz pulun əvəzində bu kabeli dəyişib fiber optik kabeldən istifadə edə bilərik. Və bu kabeldə məlumat ötürmənin prinsiplərinə keçək, necə ötürülür. Bu kabel dövrünün tərkibi mislə yox, daha çox şüşə və yaxud şəffaf işıq keçirən materialdan istifadə olunub. Bunun mərkəzində kor hissəsində, özək hissəsində. Bununla da işıq onun içərisində hərəkət edə bilir. Və bu işıq hərəkət edərkən onun işıq səviyyəsinə görə 0 və 1 bitləri başa düşülür. Bu şüşə, istifadə olunan şüşə bizim bildiyimiz normal şüşə deyil. Əgər o şüşədən istifadə edilsəydi, bu kabelin demək olar ki, bükülməsi çox təhlükəli olacaq ki, içində şüşə qırılacaq. Daha çox istifadə olunan şüşə elastik şüşədən istifadə olunur. Yəni bizim fiberglassdan, adı fiberglassdır, o materialda olan şüşədən istifadə olunur ki, bizim şüşəmiz rahatlıqla bükülə bilsin, həmçinin içindəki material şüşə vəzifəsini yerinə yetirə bilsin. Həmçinin bu fiberglassda o qədər də təhlükəsiz, yəni qorunmasız deyil. Onu qorumaq üçün xarici qatlardan istifadə edirlər ki, bu şüşə qorunsun və möhkəmləndirilsin. Və indi isə bu kabelin çöldən olan qatlarına baxaq. Bu çöldən olan 3 qat bizim kabelimizi mühafizə etmək üçün istifadə olunan qatlardır. Bu sonraki kart, cladding qatı isə bizim şüşəmizdə keçən işığın kənara keçməməsi üçün istifadə olunan bir yansıdıcı materialdır. Bunun vasitəsilə də bizim işığımız həmişə korda qalır, özəkdə qalır, kənara çıxmır. Burada şəkildə o aydın olaraq göstərilibdir. Məsələn, burada bizim ötürücümüzdür, göndəricimizdir. Burada məsələn işıq siqnalları göndərdi. Bu cladding təbəqəsinə dəyir və geri qayıdır özəyə. Bu bizim multimod fiber optik əlaqəmizdir. Bunun single modu da var. Bunlar arasındakı fərqi siz görə bilirsiniz özünüzdə. Burada 2 ədəd işıq dalğasının istifadə olunubdur. Burada tək. Bu deməli bunun haqqında danışmağa başlayaq. Fiber optik kabel ilə əlaqə ötürməsi aparan zaman bizim 2 növ ötürmə modumuz var. Multimod və single mod. Multimod nə üçün istifadə olunur? Bir fiber optik kabel daxilində bir neçə fərqli dərəcələrdə olan bucaqlar vasitəsilə məlumatımızı ötürə bilirik. Bir kabellə məsələn 2-3 nəfərin məlumatı ötürülə bilir eyni anda. Single modda isə məlumatımız yalnızca bir dərəcədə ötürülür, bir göndərmə dərəcəsində ötürülür, yəni başqa bir eyni anda başqa bir məlumat ötürülmür. Single mod bunun üçün istifadə olunur, daha çox uzaq məsafələrə məlumat ötürülməsi üçün. Multimod isə qısa məsafələr, məsələn binalar arasında əlaqəni yaratmaq üçün bu multimoddan istifadə olunur. Bunlar diametrinə görə məsələn daha çox dərəcəli bucaqlara əhatə eləsin, dərəcəli işıq şüalarına əhatə eləsin deyə bunun özəyi daha böyük olur, diametri daha böyük olur. Burada isə daha kiçik kor içində işıq ötürmək üçün lazer əsaslı ötürücüdən istifadə olunubdur. Yəni burada da gördüyümüz kimi özəyində, diametrində böyük fərqlər var. Və daha sonra keçək bizim bu bir də ki 10 gigabitlik məsafə, 10 gigabit sürətlik fiber internet əlaqəmiz bunlar kimi 5 kilometrə kimi əlaqəni yaratmağa imkan vermir single mod kimi. O yalnızca 10 gigabitlik fiber Ethernet əlaqəsini 400 metrə kimi icazə verir.
hansı ki binalar, ofislər arasında əlaqəni yaratmaq mümkündür bunun vasitəsilə. Ancaq yenə də bu 10 gigabitlik fiber internet sürəti qat-qat çoxdur bizim normal həyatda istifadəmiz üçün. Single modumuz isə 1 neçə kilometr məsafəyə qədər dediyimiz kimi məsafəni ötürməyə imkan verir. Ancaq ki bunun deyək ki hardveri daha bahadır, istifadə olunanlar bunun üçün daha bahadır. Scope paketləri sizə danışdığım kimi bura baxaq. Bizim 2 ədəd fiber optik şua üçün, core üçün yerimiz olur. Onu bu şəkildə göstərim. Deməli, bu fiber optik əlaqə iki cihaz arasında qurulması üçün 2 ədəd fiber kabelə ehtiyac duyulur. Yəni əslində bir kabeldir. Bu içindəki 2 ədəd özəy olur, core olur və bunlar vasitəsilə məlumat ötürülür. Biri ilə məlumat ötürülür, biri ilə qəbul olunur və bunun vasitəsilə də bizim məlumatımız ötürülür. Ancaq bu niyə bir kabeldən istifadə olunmur? Çünki bir kabeldən istifadə olunan zaman ikisi qarşı-qarşıya toqquşa bilər və buna görə də məlumatımız belə deyim, yararsız hala düşə bilər. Ona görə iki fərqli kabeldən istifadə olunur, fərqli istiqamətlər üçün. Fiber optik əlaqə ilə işləmək üçün biz nə etdik? Switchimizdə müəyyən modullar əlavə elədik ki, biz bu portuna işləyə bilək. Bu portu məsələn bu gigabit Ethernetdir. Bunun daha az sürətli, məsələn 100 megabit dəstəkləyən bir növü bura əlavə eləyək. Burada 1000 qeyd olunubdur. Yəni 1 gigabit sürət, burada isə 100, yəni 100 megabit sürət dəstəklənir bunlarda. Və indi keçək bizim bəzi standartlarımız var idi. Həm buradakı 802.3-də qeyd olunub. Burada deməli baxaq, bu kabel tiplərində bu multimoddur. Multimoddur, bunlar single moddur. Məsafə fərqlərinə baxsaq, qat-qat fərqlidir. Məsələn, 10 gigabit base S-lə məlumatın ötürülməsi 400 metrə kimi və yaxud 300 metrə kimi ötürülə bilir. Ancaq single modda isə 10 km və 30 km qədər ötürülə bilir məlumatlar. Biz indi məsələn bu fiber optik kabeldən əlaqə qurmaq üçün şirkət daxilində hər yerdən fiber optikdən istifadə etsək, yəni çox xərc olar. Ona görə yalnızca switchlər arasında, routerlər arasında bu fiber optik kabeldən istifadə oluna bilər ki, məlumatımız daha sürətli ötürülə bilsin. Və burada gördüyünüz kimi bütün cihazlar UTP-dən istifadə edir. Bizim kompüterlərimizdə bu MIS əsaslı RJ45 başlıqlarından UTP və yaxud STP kabellərindən istifadə edirlər. Və burada da mən məsələn bu təqdimatı hazırlayanda belə bir sual gəldi ki aklıma. Bu kompüterlərin fiber optik əlaqəni işlətməsi də mümkün deyilmi? Elə bir kompüterlər yoxdurmu? Bunun üçün o qədər istifadə olmasa biz konverterlardan istifadə oluruq, yəni çeviricilərdən istifadə edirik. PC fiber. Məsələn belə yazsaq çıxarmı? Burada da çıxdı, bu da var. Belə bir şəkildə daha yaxşıdır məncə. Məsələn, görürük, burada bizim ancaq yenə də sürətimiz 100 megabit sürətdədir. Fiber optik əlaqə gəldi, biri ilə ötürülür, biri qəbul edilir. Bu gəldi, bizim tərcümə elədi, yəni çevirdi məlumatımızı, elədi. Ethernet kabel, UTP və yaxud STP kabel. Bunun üçün 10 gigabitlik sürəti də çevirmək mən bildiyim qədərlə mümkün olmayacaq. Yalnızca maksimum 1000 megabit, yəni 1 gigabit sürət olur mən bildiyim qədərilə. İndi isə keçək bu fiber danışdıqdan sonra Ethernet şəbəkələrdə datanın ötürülməsi hissəsinə. Bu deməli bizim datamız necə ötürülür bu şəbəkəmizdə? Bu bizim fiziki təbliğatları qatında olan protokollar kifayət olaraq fərqlidir. Bu Ethernet standartlarının digər hissələrdə istifadə olunan fiziki Ethernet bağlantısı növünə asılı olmaq, eyni işləyir, yəni hamısında eyni növ protokol qaydalarından istifadə olunur. Bu bölümün son əsas hissəsində Ethernet bağlantı növündən asılı olmayaraq istifadə etdiyi bir neçə protokol və qaydalara nəzərdən keçirəcəyik. Xüsusilə də bu bölmədə Ethernetin data link layer protokolunun detalları, həmçinin Ethernet cihazlarının, switchlərinin və hublarının Ethernet lokal şəbəkələrində kadrlar necə ötürdüyünü araşdıracaq. İndi isə data link protokollarına keçək. Data link protokolu Ethernet protokollar ailəsindən ən çox istifadə olunan ən böyük
bir təbəqəsidir, data link təbəqəsi. Bu protokollar eyni data link standartlarından istifadə edirlər. Yəni əslində data link standartlarının əsas hissələri hələ ilk Ethernet standartlarına qədər gedib çıxır. Yəni dəyişmədən indiyə kimi gəlib mövcud olublar bu data link standartları. Yalnızca inkişaf etdiriliblər. Burada baxaq indi bizim bu hər ikisi bizim data link qələmlə göstərim. Bu hissə header'ımızdır və bu hissə də bizim trailer'ımızdır. Hər ikisi bizim data link təbəqəsinin başlıqlarıdır. Və bu header'da olan hissələrin nömrələnibdir burada gördüyümüz kimi. Onları belə qeyd edib baxaq. Məsələn 7 nömrə sinkronizasiya üçün istifadə olunan bir başlıq növüdür. Buradakı başlıq bizim header'ımız sinkronizasiyanı yerinə yetirir. Yəni bir-birlə tarazlaşdırır məlumatları. Bizim bu SFT başlığı nə üçündür? Bizim 8-ci bitimizdə yer alır və bu bit onu belə deyim qeyd edir ki, bizim əlaqəmizi hazır duruma gətirir ki, yəni ötürməyə başlayırıq, ehtiyatlı olun, yəni diqqətli olun, belə bir şey. Destination hissəsi 6 bitlik bir hissəni tutur və burada da bizim gedəcəyimiz, göndərdiyimiz cihazın MAC adresi burada qeyd olunur. Source adresi isə bizim göndərdiyimiz cihazın adresidir. İndi isə digərinə keçək, digər bir cədvələ. Burada deməli, tip var burada. Tipimiz bizim IP protokolumuzu qeyd edir. IP protokolu IP versiyon 4 və yaxud versiyon 6 ola bilər. Bunu qeyd edir ki, bizim network təbəqəmizdə artıq bu data linkdir. Network təbəqəsinə keçəndə bunu de-encapsulation yerində açanda bilsinlər ki, hansı protokoldan istifadə olunub. IPv4 yoxsa IPv6 qeyd olunduqdan sonra bizim network təbəqəmiz bunu artıq anlayır ki, bizim şəbəkəmiz, məsələn, datamız IPv4-də kodlaşdırılıbdır. Burada data və pad hissəsi var. Bunlar 46 və yaxud 1500 bitlik hissəni özünü saxlaya bilər. Burada bizim əsas datamız olur. Burada isə sonda 4-cü frame check sequence, yəni 4 bitlik hissəni əhatə edir. Bu da yəni ki, bu frame'in artıq bitdiyini, digərinin preamble'la başladığını sinkronizasiya eləyir ki, başlayır. Məsələn, bu nə oldu? Qısaca deyək, bu frame'in qutardığını, yəni sonlandığını bildirən bir paket növüdür, trailer'dır. Frame'lərlə məlumat göndərən zaman 46 və yaxud 1500 bitlik məlumatı göndərə bilirik bir frame'in daxilində. Neysə, burada gördüyümüz kimi destination və source adresi oldu. Bunlar nə oldu? Bizim MAC adreslərimizi müəyyən elədi və bunun vasitəsilə biz göndərən və qəbul edən tərəfi müəyyən etdik. Bu nə adlanır bizdə? Ethernet addressing. Bu Ethernet addressing vasitəsilə biz məlumatların göndəriləcəyi ünvanları müəyyən edirik. Məsələn, bu nəyə oxşuyur? Bizim network təbəqəmizdə IP protokoluna oxşuyur. Bizim IP-lərimiz var idi cihazlarımızın. MAC adresi də onun kimi bir şeydir. Sadəcə lokal şəbəkələrdə istifadə olunur. Qeydləmişdik burada mənbə kompüter MAC adresi olur burada. Burada isə hədəf kompüterin MAC adresi burada qeyd olunur. Bu Ethernet adresi həm də ki Media Access Control, bizim bildiyimiz MAC adlanır. Burada qeyd edək. Media Access Control. Baş hərflərinə basaq, MAC-in baş hərfləri olacaq. Yəni MAC ünvan. Media Access Control oldu bunun adı. Bu 6 byte uzunluğunda olur. Yəni 48 bit uzunluğunda olan binary kodlardan istifadə olunur. Və bu Cisco cihazlarda oxunuşu asanlaşdırmaq üçün MAC adresinin arasında nöqtələrdən əlavə eləyərək elə oxuyurlar. Məsələn, qeyd eləyək burada bir ədəd MAC adres nümunəsi. Məsələn, nə olsun? 12A5.5D68.B5621. Belə bir MAC adresimiz olsun nümunə. Bu MAC adresdə 4 hissələrə ayrılıbdır. Cisco cihazları artıq bunu və oxunuşu asanlaşdırmaq üçündür. Burada nə oldu? 2 ədəd nöqtədən istifadə olunubdur. 4lük hissələrə ayrılıb 3 ədəd.
Əksər Mac ünvanları tək bir network interface kart və yaxud Ethernet portu üçün nəzərdə tutulubdur. Buna görə də bu ünvanlar çox vaxt Unicast Ethernet ünvan adlanır. Burada qeyd edək. Unicast Ethernet Mac'ın başqa bir adıdır. Unicast deməli Ethernet adres. Unicast bizdə nə oldu? Unicast tək, belə tək mənasına gəlir, yəni tək Ethernet adresi. Bu Unicastdan başqa bizim broadcast və multicast seçimlərimiz də var. Onu da videonun sonlarına doğru bəhs deyəcəm sizlərə. Və bu Unicast ünvanlar hər bir cihazda fərqli olmalıdır. Əgər bir cihaz, məsələn, burada göstərək, bir dənə qısa bir, balaca bir şəbəkə quraq. Bizim switchimiz olsun, 2 ədəd kommüterimiz olsun. Bu 1, bu 2. Əlaqələndirək bunları. Müəyyən bir zaman keçsin, artıq şəbəkəmiz aktivdir. Məsələn, bunların tərkibinə bax. Bizə saniyə. Bunların tərkibi, kommüterlərin IP konfiglərinə baxaq. Desktop. MAC adresi. Burada FY, məsələn, yox, bircə saniyə. Bəli, burada bizim fizikal adresimiz, MAC adresimiz qeyd olunubdur. Və digər bir kommüterə baxaq. Məsələn, bunun sonu nə ilə qutarır? 6YY9 ilə qutarır. Digərinə baxaq. Bunda da bu üsuluna baxmaq olar. Məsələn, fəslizlərin hissəsinə keçirik. Burada MAC adresimiz 2D1B ilə qutarır. Əgər bu MAC adreslər eyni olsaydı, məsələn, bizim switchimizə routerdən bir məlumat gəldikdə, hədəf ünvan olaraq, məsələn, deyək ki, bu kommüterin MAC adresi qeyd olunubdur. Ancaq bizim problemimiz budur ki, hər iki kommüterdə eyni MAC adresi var. Buna görə də bizim şəbəkəmiz artıq problem yaranacaq, problemlə üz-üzə qalacaq. Bir paket iki cihaza göndəriləcək və bu səbəblə də data həm təhlükəsizlik baxımından qorunmayacaq, həm də ki, qarşılıqla səbəb olacaq. Bunun üçün bir MAC adres yalnızca bir cihaz üçün istifadə olunur. Yəni, belə bir qayda var, Unicast adres deyirlər buna. Və Ethernet də bunu xüsusi bir proseslə həll edibdir. Belə ki, dünyada olan bütün cihazlar özünə məxsus MAC adresi ilə işarələnib və nəticədə bir MAC adres müxtəlif cihazlarda istifadə olunmur. Şirkət bir cihazı satışa buraxmazdan əvvəl IEEE, bizim bayaq danışdığımız institut tərəfindən bunlara xüsusi bir 3 baytlıq xüsusi bir kod verirlər. Bizim bu MAC adresimiz 6 baytlıq bir hissədir. Yəni, bu hissəsini şirkətə verirlər ki, bu sizin kodunuzdur. Bu necə olacaq? Məsələn, indi burada qeyd edək, eyni IP ünvanına ya da eyni IP ünvan üzərində danışım. Məsələn, bunu 2 hissəyə ayırdıq. Bura 3 bitlik, burada 3 bitlik hissə. IEEE tərəfindən bu şirkətə 3 baytlıq bir hissə verilir ki, burası sizin kodunuz olacaq. Məsələn, deyək ki, hansı şirkət olsun. Huawei-in şirkətinə verirlər ki, bu sizin kodunuzdur. Bu koddan istifadə edin cihaz yaradan zaman. Və bu kodu da OUI adlandırırlar. Bunu qeyd edək. Yəni, bu bizim şirkətimizi təmsil edən bir kod hissəsidir. 3 baytlıq kod hissəsidir. Digər 3 baytlıq hissəni isə şirkətin özü seçir. Yəni, bunda da təşkil olunmaya yol verilmir. Hər bir yaratdıqları cihaz üçün fərqli MAC adreslərdən istifadə edirlər. Bizim burada şəklimiz olmalıydı, MAC adresinin necə olduğuna əlaqəli. Bəli, gördüyümüz kimi 24 bit, bunlar 3 byte deməkdir. Burada gördüyümüz OUI mövcuddur və burada da vendor hissəsidir bizim cihazlarımız üçün. Network interface kart və interfeyslər üçün istifadə olunan hissədir. 6 xanalıq hissə, burada 6 xanalıq hissə, burada IEEE tərəfindən verilən hissədir. Bu da şirkətin özünü tənzim elədiyi hissə qeyd olunub burada. Və bu Ethernet adresləmənin müxtəlif adları mövcuddur. Bunlar haqqında danışmağa başlayaq. Məsələn, MAC adres danışdığımız kimi bunu
Orası kiçikləş. Daha sonra LAN adres var. Bundan başqa Ethernet adres var. Hardware adres və Burned in adresimiz var. Həmçinin fiziki adres. Bizim məsələn Skopaki adresi fiziki adres olaraq gedirdi bunlar. Bura baxaq. Config fast 0. Burada gördüyünüz kimi desktopdaydı. Bəli. Haradaydı o? Burada fizikal adres. Bizim fiziki adresimiz olaraq qeyd olundu burada. Fiziki adresdən başqa adlandırılma, bunun universal adresi də var. Universal, yəni tək adres. Təkrarlanmayan adresdə. Burada qeyd olunubdur. Bizim hər bir adres növünün öz mənası var. Daimi MAC adresinin network interface kartdakı ROM-un içinə yazıldığı, yəni ROM-un tipinə kodlaşdırıldığını bildirir. Yəni bu dəyişdirilə bilmir, artıq oraya yazılıbdır. Bunun üçün belə bir termin yaradılıbdır. Hər bir müxtəlif səbəblər yaradılıbdır, amma hər birinin gəlib çıxdığı yer eynidir. Hər bir MAC adresi gəlib çıxır. Və bu Unicastdan başqa bizim, belə deyim, burada qeyd eləyək. Bizim oldu deməli Unicastımız. Unicastdan başqa var Broadcastımız və daha sonra var Multicastımız. Belə olsun. Bunlar 3 hissəyə ayrılır və hər birinin öz mənası var. Unicast dedik nə üçün idi? Bir interfeys üçün, bir cihaz üçün qeyd olunan məlumat. Yəni burada belə deyək, switchimiz olsun. Bu switchimiz, bu da bizim kompüterimiz. Bu yalnızca bir switch ilə bir cihaz arasında əlaqə qurulur. Broadcast isə bu ünvan əsas olaraq FF olaraq qeyd olunur. Bu bütün şəbəkələrdə broadcast ünvan olaraq qeyd olunubdur. Bunun məqsədi nədir? Göndərilən məlumatın paketin bütün cihazlara ötürülməsidir. Burada məsələn necə olacaq? Bu bizim switchimiz olsun. Yenə switchdən 3 ədəd kompüter olur. Bu birinci kompüter. Bu ikinci kompüter. Touchpad'dən çəkmək biraz çətindir şəkilləri. Bu üçüncü kompüter. Broadcastda bunun hamısını ötürürlər. Switch tərəfindən və yaxud router tərəfindən bütün cihazlara məlumat ötürülür. Multicastda isə multicast sadəcə müəyyən qruplara, məsələn deyək ki, burada şəkildən kopyalayaq, yapışdıraq. Belə Ctrl V deyək. Bu paketi yalnızca müəyyən bir qruplar üçün göndərirlər. Məsələn, deyək ki, yalnızca birinci və üçüncü kompüter üçün məlumat göndərmək istəyirik. Onda bu multicast modu istifadə olunacaq və 1 və 3-cü kompüterlərin MAC ünvanı qeyd olaraq paketlər göndərməyə başlayacaq. İndi isə bizim bu Ethernet LAN şəbəkələrində başlayaq network protokolu necə işləmək haqqında danışmağa başlayaq. Bizim bu Ethernet başlığında ünvanlarımız var idi. Destination və source adreslər. Bunlar bizim üçün çox lazımlı bir hissədir. Bundan başqa type hissəsi var. Type hissəsində nə demişdik? Bizim paketimizin IPv6 və yaxud IPv4 ilə kodlaşdırıldığını bizə bildirir. Və burada da bu type bizim burada qeyd olunub. IPv4 məsələn 0800 qeyd olunubsa, bu bildirir ki, kompüter özü bu IPv4-də işarələnibdir. 86DD olsa isə bu bilir ki, IPv6 ilə istifadə olunubdur bu paket. Bundan başqa Ethernet type-ı qeyd elədik, IPv4 V6-nı. Burada isə baxaq, bizim nəyimizdir? Məlumatın ötürülməsidir. Bu daha çox full duplex, half duplex o mövzuya aiddir. Biz buranı sonra danışarıq. İndi haqqında danışaq. FSC ilə xətaların aşkar olunması. FSC ilə Azərbaycan klaviaturası keçək ilə xətaların aşkar olunması. Deməli, biz paketlər göndərən zaman burada məsələn ikkilər baş verə bilər və bu ikilər səbəbilə də bizim paketlərimiz pozula bilər, sıra pozula bilər. Bunun üçün bir frame'in bitlərini ötürmə zamanı dəyişib dəyişməyini yoxlamaq üçün bu FSC-dən istifadə olunur. Burada olmalı deyəsən. Bəli, FCS-dən daha doğrusu FCS-dən istifadə olunur. Bunun vasitəsilə baxırlar ki, bu məsələn nə üçün istifadə olunurdu? Bizim paketin sonlandırıldığını bildirildi
trailer vəzifəsində idi. Buna baxaraq bilirlər ki, bizim paket sonlanıbdır ya yox. Onun açılışı nə idi? Bura qeyd eləyək. Bir dənə də text əlavə eləyək. Frame check sequence. Bu oldu bizim FCS'imiz. Bəli, qeyd edirik burada. Yəni ki, trailer hissəsindəki yeganə sahədir. Ondan başqa trailer yoxdur burada. Bunun əsas məqsədi nədir? Qəbul edən cihaza göndəricinin nəticəsi ilə öz nəticəsini müqayisə etdirmək imkan yaradır. Yəni ikisi də özlərinə gələn paketlərə baxırlar ki, uyğundur yoxsa yox. Burada framelərdə səhv olunmadığını müəyyən etmək üçün istifadə olunması olaraq göndərən cihaz frame göndərməzdən əvvəl ona mürəkkəb bir riyazi formula tətbiq edir və nəticəni FCS sahəsində qeyd edir, burada saxlayır. Qəbul edən cihazda eyni formulanı qəbul etdiyi frame-ə tətbiq edir və nəticədə bu cihaz nəticə müqayisə edilir və paket qəbul olunmağa başlayır. Yəni ki, bir cürə deyək ki, kodlayırlar bu hissəni ki, bu hissə artıq qəbul edilən zaman hər iki tərəfdən də oxuna bilsin və məlumat transferindəki xətanı belə aşkar eləyirlər. Bizdəki error recovery var idi, əvvəlki mövzuda danışdığımız. Bu error recovery ilə oxşar deyil, bu yalnızca error detection'dır. Erroru tapmaq üçün istifadə olunur, erroru düzəltmək üçün yox. Ethernet, yəni dediyim kimi, yalnızca bunu tapmaq üçündür və zədələnmiş bir frame tapdıqda onu silir, bərpa etmir. Yəni birbaşa silir ki, yenidən TCP protokolu onu qaytıra bilsin və itirilmiş məlumatda bu TCP ilə daha yuxarı səviyyəli protokollardan istifadə olunaraq bərpa edilir və yenidən göndərməyə başlayır. Daha sonra keçək bizim məlumatlarımızın switch və hublarla göndərilməsi. Onu da indi paket tracer'da göstərəcəm. Ethernet lokal area network-ündən LAN davranışı şəbəkədə əsasən müasir cihazların, xüsusilə də köhnə LAN hublarının əvəzinə LAN switchlərin istifadə olunub-olunmamasına görə fərqlənir. Yəni bu switchlər arasında, switch və hublar arasında çoxlu fərqlər var, çoxlu qayda ötürmə fərqləri var, məlumatda ötürmə fərqləri. Bunun haqqında indi danışacağıq. Məsələn, switchlərimiz full duplex moddan istifadə edilir, ancaq hublarımız və half duplex modu işlədirlər. İndi isə keçək bunun ötürülməsindən danışmağa. Əvvəlcə gəlin burada biz şəklimizdə baxaq, izah eləyək, danışaq bunu, sonra keçək hublar və switchlər haqqında danışmağa. Deməli, bizim bu şəkildə datanın müasir Ethernet LAN şəbəkələrində ötürülməsi təsvir olunubdur. Birinci addım nədir? PC bir Ethernet framelərini yaradır və göndərir. Öz MAC adresini buradakı source hissəsinə qeyd edir və destination adresini də burada qeyd edir uyğun hissəyə. Və bu ötürülür artıq ikinci mərhələdə switch 1-ə ötürülür. Ötürüldükdən sonra ikinci adımda switch məlumatları qəbul edilir və onları gigabit 01 portu ilə göndərməyə başlayır ünvana. Bu switch 2 bunu qəbul edir və həmin frame'i fastcell 02 portu ilə cihazına yönləndirir ki, bu destination adresinə uyğun kompüter məndədir, birbaşa qəbul edir o paketi öz şəbəkəsinə. Dördüncü addım olaraq bizim cihazımız PC2'miz bu frame'i qəbul edir və hədəf MAC adresində öz MAC adresi olduğunu görüb bu paketi artıq de-encapsulate etməyə başlayır, açmağa başlayır dataya kimi. Bu gördüyümüz full duplex bağlantıdır, əlaqədir. Full duplex əlaqə ona deyilir ki, yəni məsələn burada bir adını qeyd edeyim. Full duplex əlaqə. Bu nədir? Yəni ki, network interface card və yaxud switch'in portundakı half, yəni yarım duplex limitlənmə yoxdur. Bir xətt üzərindən eyni anda həm məlumat ötürməsi, həm də ki, məlumat qəbul edilməsi ola bilər. Half duplexdə isə elə deyil. Bir kabel üzərindən eyni zamanda ötürmə və qəbul edilmə olmur. Yalnızca ötürülə bilər, ya ki, qəbul edilə bilər. Bir-birini gözləyərək eləyirlər bunu. İndi keçək hublarda bu paket ötürülməsinin necə işlədiyinə baxaq. Əvvəlcə bu mövzuya hublar haqqında məlumat verməklə başlayayım. Hublar nədir? Bizim hublarımız bircə saniyə bunu yerləşdirək bura. Hublarımız ilk olaraq IEEE-nin, həmin institutun On-Base standartları əsasında 1996 ildə təqdim etdiyi bir cihazdır. O zamanlarda hələ ki switchlərimiz yaranmamışdı. Bu səbəblə də hublardan istifadə edirdilər.
Bu switch kimi hubların üzərində də RJ45 portları mövcuddur. Gördüyünüz kimi 6 RJ45 port var. Sizə əlavə edə bilərik yenə. Amma lazım deyil bizə elə ki. Bu hub bizim data link mərhələsindən istifadə etmir. Yəni bizim ikinci təbəqəmiz olan data linkdən istifadə etmir. Ona görə bu fiziki təbəqə cihazdır. Layer 1, yəni birinci təbəqə cihazı olaraq adlandırılır. Bu vasitə nə edir? İkinci təbəqədə nə edir? Bizim MAC ünvanlarımıza baxaraq məlumatı ötürür. Yəni switch də əlavə edeyim bura, bir dənə baxaq ona. Məsələn, burada bir switchimiz olsun. Hər birinə də 3 ədəd kommenter verim. Və bir şey göstərəm. Burada gördüyünüz kimi artıq bu birbaşa hazır vəziyyətə gəldi. Bu isə yüklənir. Bu sarı hələ ki hazır olmadığını göstərir. Bunun səbəbi nədir? Bu switchimiz PC-lərə paket göndərir ki, onların MAC adres ünvanını əzbərləsin, yəni öyrənsin, öz table'ında, öz cədvəlində qeyd etsin. Məsələn ki, bu FastDNet bir portuna kommenter qoşulubdur, 2-yə qoşulubdur, 3-ə bu qoşulubdur. Gördüyünüz kimi şəbəkələrimiz artıq aktiv hala gəlməyə başlayır və aktivləşdi. Bu hubda isə elə bir şey olmadı. Hub heç MAC adreslərinə baxmadan birbaşa onları qəbul elədi. Paketlərin göndərilməsinə baxaq. Bu paketlər necə göndərilir? Bu hublar və switchlər vasitəsilə simülyasiya moduna keçək. Deməli, PC1-dən PC2-yə göndərmək istəyirəm. Əvvəlcə bunların deməli IP adresləri olmalıdır. Məlumat ötürülməsi üçün. Məsələn, birbaşa qeyd eləyək. Nə olsun? 192.168. İndi ötürməyə başlayaq paketlərimizi. Simülyasiya moduna keçək. Bəli. Birinci kommiterdən ikinciyə ötürmək istəyirik. Deməli, nə olacaq? Bizim PC1-də olan paketimiz gəldi, hub'a çatdı. Hub nə edəcək bu paketi? Digər bu göndərən cihazdan başqa bütün cihazlara göndərdi paketi. Və paketdə də qəbul edən cihazımızın MAC adresi qeyd olunubdur, ancaq hub buna fikir vermir. Bu paketi deməli göndərən portdan başqa digər bütün portları göndərdi və bu əlaqəsiz portda olan cihazda buna baxdı ki, bu paketdə olan MAC adresi mənim MAC adresimə uyğun gəlmir. Və bu cihaz bunu qəbul etdi. Bu paketi yenidən göndərdi hub'a. Hub nə edəcək yenidən? Bunu yenə göndərdi hər iki tərəfə. Yəni bu belə deyim təhlükəsizlik baxımından çox əlverişsizdir hub, çünki məlumatı bir cihazdan bir cihaza göndərən zaman digər cihazlar bu paketə belə deyim icazəsi olmuş olur. Switch'də isə necədir? Bu switch'də olan cihazları silim və yeni bir IP adresi olmuş cihazlar əlavə edeyim bura. Bunda baxaq. Paket göndərmək istəyirik. Məsələn, digərini silək, hubda olanı. Bizim paketimizi buradan bura göndərmək istəyirik. Bircə saniyə bu konfigurasiya olunmayıbdır. Yəni ki, MAC table hələ ki öyrənməyibdir. Cihazdan MAC table'ını öyrəndi. Simülyasiya keçək, baxaq. Deməli, paketi göndərdi switch'ə. Switch bu paketimizi əvvəlcə IRP protokolunu öyrəndi bunun ünvanını, MAC ünvanını ki, hansı ünvandadır bu cihaz. Geri qəbul elədi və artıq əsas data göndərməyə başladı. Buna göndərməyəcəkdi. Yalnızca buna göndərdi. Bu cihazı göndərdi ki, sən bu portdasan, bu portdan əldən saxlayacağım səndən. Yəni belə artıq gördüyünüz kimi ad da var idi orada, hətta birinci IRP protokolu. Siz yenidən başlayaq simülyasiyanı görək. Ay yox, öyrəndi. O IRP protokolunu ona görə göndərmiş ki, bizim cihazlarımızın MAC adresini öyrənsin. Bu sırada göndərmişdi. Və başqa bizim hublarımızın mənfi tərəflərinə keçək, mənfi səbəblərinə. Hub deməli, bu bizim məlumat ötürülən zaman, məsələn, həm RC, həm də ki, Bob kommuteri paketləri layer'ə ötürmək istəyir. Bu zaman, məsələn, hər iki paket gəldi hub'a. Hub'a gələn zaman ikisi də eyni anda göndərməyə başlayır. Məsələn, frame'lər qarışır. Bir bunun üçün göndərir, bir bunun üçün göndərir. Eyni zamanda ötürdüyü üçün burada collision, yəni sıxlıq, qarşılıq əmələ gəlməyə başlayır və layer'də bu paketlər başa düşə bilmir. Əgər biz buradakı hub'ı LAN switch ilə əvəz etsək, switch bu solda baş vermiş qarşılıqlı əmələ gətirməyəcək
Bu switch layer 2 cihazıdır və ona görə də datanın keydiyyətinə baxır və həmin hissədə olan hədəf MAC adresinə uyğun olaraq göndərir və paketləri sıralı şəkildə göndərir. Birinci bunun üçün göndərib qurtardıqdan sonra bunun üçün göndərməyə başlayır. Əgər bizim bu çəkimizdə şərh paket layer kompüterə gedirsə, switch yenə collision yaratmadan paketi sıraya göndərəcək, dediyim kimi, və normal olaraq çıxacaq həmin cihaza məlumat. Yenidən hub'ın əsas probleminə qayıdaq. Bu qarşılıqlığa. Burada deməli nə idi? Bu qarşılığın qarşılığını almaq üçün Ethernet cihazları half duplex şəklində işləyir. Full duplex yox. Switch full duplex şəklində işləyirdi. Bunun səbəbi nədir? Məsələn, belə izah edeyim ki, eyni anda bir neçə cihaza aid olan paket göndərilir. Bir göndərilib qurtardıqdan sonra digər göndərməyə başlayır. Onun necə işlədiyini birazdan danışmağa başlayacağım. Deyək ki, Arch kompüteri Bob'dan ancaq 1 saniyə tez göndərdi bu paketi. Paket gəldi bura. Bu hub'a gəlmişdən nə olacaq? Hub bu paketi bütün cihazlara göndərəcək. Və Bob da bu paketi göndərmək istəyən zaman görür ki, xətt doludur, ona bu paketlər gəlir. O gözləyəcək ki, bu Arch kompüteri paketi göndərib qutarsın, sonra o ötürməyə başlasın. Yəni xətt dolu olan zaman paketi ötürə bilmir. Deməli, bu Arch kompüteri paketi ötürdü, qutardı buna. Bu xətt də boşaldı, artıq burada xəttin boş olduğunu görür və ötürməyə başlayır. Və bu half duplex məntiqini istifadə edən cihazlar əslində CSMA CD adına kifayət qədər tanınmış bir algoritmdən istifadə edirlər. Bu algoritm yalnız aydın hallar deyil, yəni əvvəlcə müəyyən olmuş hallar deyil, həm ki təsadüfi halları da müəyyən edib qarşısını alırlar bu sıxılmanın, məlumat pozuntusunun, belə deyim. Bu algoritmdə nə olurdu? İki cihaz eyni anda daxil olan frame yoxlaya bilər. Yəni hər ikisi başqa heç bir cihazın siqnal göndərmədiyini anlaya bilər və nəticədə hər ikisi eyni anda öz frame'ini göndərə bilər. Yəni ki, necə olur? İkisi də eyni anda, eyni saniyədə başlayır göndərməyə və eyni saniyədə göndərdiyi üçün burada artıq trafik yaratmağa, qarşılıq yaratmağa başlayır ki, bu da istənilməz haldır. Bu CSMA testi bunu həll edir. Birinci addım olaraq, məsələn, frame göndərmək istəyən cihaz bayaq danışdığımız kimi xəttin boş olmasını gözləyir. Xətt boş olandan sonra paketi ötürməyə başlayır və xətt boş olduğunu görəndə bu frame göndərdikdən sonra göndərən cihaz göndərmə zamanı qulaq asır ki, toqquşma baş veribsə dayansın. Yəni, hər hansı bir problem baş verirsə paket göndərməyi dayansın. Normal qaydada paket ötürməsi davam olsun. Əgər toqquşma baş verərsə, göndərən cihaz bunları edir. Yəni, belə bir şeydir. 3 dənə variant var, onu edir. Bu toqquşma baş verən zaman. Toqquşmanın baş verdiyini bildirən bir gaming, yəni trafik mesajı yayınlayır ki, xəttdə trafik var, məlumat göndərməsini biraz yavaşladın, gözləyin. Bu toqquşmadan qaçmaq üçünsə ikinci adım olaraq özləri üçün təsadüfi gözləmə vaxtları qeyd edirlər. Məsələn, Bob deyir ki, öz-özünə, məsələn, mən 2 saniyə gözləyəcəm ki, xətt boşalsın, siz göndərsiniz, göndərin. Siz göndərdim və məlumat əldə edəcəm ki, siz göndərsiniz, xətt doludur, göndərməyim, mən dayanım. Məsələn, arşiv deyəcək ki, mən 1 saniyə gözləyirəm, 1 saniyə sonra ötürməyə başlayıram. 1 saniyə sonra ötürməyə başladı, Bob nə 1 saniyəsi var, 2 saniyə gözləməli idi. Yəni, belə bir məntiqlə random bir vaxt təyin edilir özlərinə. Sonra yenidən birinci addımdan başlayırlar, frame göndərirlər, xəttin boş olduğunu görürlər, davam edirlər, qulaq asırlar ki, hər hansı bir problem olub, yoxsa yox. Və digər bir şəklə keçək. Burada gördüyünüz kimi switchlərimizdir və hublarımızdır. Bu switchlər özel alanda və piecelər arasında full duplex şəkildə işləyə bilirlər. Ancaq artıq hub tərəfindən keçiddə bu switch deyək ki, full olsun, bu hub half olsun, elə bir şey olmur. Hər ikisi də eyni olmalıdır. Onca bunlar half duplex şəklindən istifadə edərək məlumat ötürməsini edirlər. Burada nə olacaq? Burada paket ötürməsi daha tez şəkildə baş verəcək. Çünki ötürmə və qəbul etmə eyni zamanda baş verə bilir. Burada isə gecikmələrə məruz qalacaq. Çünki biri göndərən zaman digəri göndərə bilmir eyni anda. Və bu mövzuluq bu qədər. Bu fəsli bağlamasından əvvəl deyim ki, bu full və half duplex müzakirəsi sizin imtahan mövzusunda 1.3b hissəsində qeyd olunubdur ki, xüsusi terminlə əlaqələndirilir. Ancaq bu termin hələ ki aydın
başa düşürə bilməyə bilər bizim üçün. Ona görə baş salım onları da tezcə bir qısa halda. Deməli, birincisi Ethernet Shared Mediadır. İnternet Shared Media. Bu hub istifadə edən və bu CSMA tələb edən bir nə deyim, dizayndır. Və bu termin o fikirdən yaranıb ki, hub'a qoşulan cihazlar şəbəkəni paylaşırlar. Çünki CSMA qaydaları yalnız bir cihazın istənilən anda uğurlu frame göndərməsinə icazə verir. Yəni, bir cihaz göndərən zaman eyni anda başqa bir cihaz göndərə bilmir. Bu, deməli, nə ilə əlaqəli oldu? Bizim hub'ımızla əlaqəli oldu. Hub'da bu yəni baş hərfini yadda saxlayaraq ASM istifadə olundu. Digərinə bir Ethernet point-to-point termini var. Bu nəsil istifadə olundu? Sirlərdə qurulmuş şəbəkə üçün istifadə olunan bir termindir. Burada da bağlantı müstəqil şəkildə işləyir, yəni full duplex şəkildə işləyə bilir. Eyni anda frame göndərmək mümkündür. Yəni, nə oldu? Ethernet Shared Media sadəcə hub üçün, Ethernet point-to-point sadəcə switch üçün istifadə olundu. Bugünlük bu qədər. Ethernet filan şəbəkələr haqqında danışdım, kabel növləri, UTP, STP və PV-robotik kabel haqqında danışdım. Fiziki, data link və network şəbəkə təbəqələri haqqında məlumat verdim. Servislərin və hubların necə işlədiyini göstərdim burada sizə, bugün sizə. Və başqa elə bir şey yoxdur. Bugün bu qədər. Sağ olun. Ümid edirəm gələn videoda görüşərik.